Bugün kreativ adlı səs uzaldanı biz təmir edəcəyik. Səs uzaldanın iki kanalından birində səs gəlmir. Adapterimiz 10 volt 1200 mAh'dir. Arxası çox yaşadır. Çox ehtimal dəyişən cərəyan verir. 11 volt. Super. Subwoofer işləyir, bu dinamik işləmir. Dinamikimizin ölçümlərini aparaq. Nə bir dinamikimizə gedən yolda qırıq var, nə də ki dinamikimizdə bir qırıq var. Platanı biz analiz edəndə burada 3 tip görürük. 2 tip səs siqnallarının gücləndirməsi üçün, bir tip isə telefondan gələn səs siqnallarını dönüşdürmək üçün istifadə olunur. Düşünmürəm op-amp tipindən ola problem. Çünki səs siqnallarının çevrilməsi baş verir. Subwoofer burada oxuyur. Tiplərdən biri ayrıca subwoofer üçün, qalan birisi isə iki kiçik dinamik üçün istifadə olunur. Bu birinci tip subwooferin olduğu üçün sağlamdır deyə bilərik və ikinci tipi birinci tipə görə analiz edəcəyik. 3, 4, 5, 6, 7-ci ayaq qısa qapanma göstərir. 7-ci ayaq bizdə siqnal girişidir. Tipi işləş vəziyyətdə yoxlamaq istəyirəm. Normalda iki tipin ikisində də iki kanal çıxışı var. Burada tezliklərin müəyyən dəyərə qalxıb düşdüyünü görürük. İkinci kanala keçirik. İkinci kanalda da hərəkətlənmə var. İndi keçirik ikinci tipimizin ayaqlarına. Burada da tezlik var. İkinci kanalında problem olduğunu, yəni tezliyin olmadığını burada görürük. Normalda mən bunu osiloqrafla görməliyəm. Osiloqraf indi bu saat əlimdə deyil. Olmadığı üçün də qardaşımız multimetrdən istifadə etmək məcburiyyətindəyik. Deməli, burada əlimlə nə eləyirəm? Səsin yüksəlib azaldığını burada eşidirəm təmiz. O fikrə gəlib çıxmaq olar ki, bunun kanalların birində problem var, digərində yoxdur. Hər iki kanala, yəni hər iki dinamikə buradan yol getdiyi üçün və barmağımı bura toxundurduğum üçün səs siqnalları kiçik bir qismi barmağımın, yəni nəm hissəsindən keçərək digər kanala buradan ötürülür. Və burada ötürülməsi ilə yanaşı bu kiçik dinamikdə də səs yaranır. Burada elə problem bu mikrotipdədir, bunu dəyişəcəyik indi. Yeni tipimiz. Tipi yuvaya salırıq. Birinci kanal, ikinci kanal. Potansiyometrimizdə də problem var.